Salam, hörmətli valideynlər. 2025-26 təhsil ilində AD Universitetinə SAT ilə qəbuldan danışmaq istəyirəm. Bildiyiniz kimi minimum 1200 SAT balı, minimum 6 IELTS balı tələb olunurdu. Təbii ki, IELTS balı əvəz oluna bilərdi TOEFL və yaxud Duolingo imtahan balları ilə və bir də Azərbaycan dilindən 50 bal minimum buraxılış imtahanından tələb var idi. Son ildə bildiyiniz kimi fake SAT balları səbəbindən ballar qalxmışdı AD Universitetində. Bu il üçün əlavə bir tələb də qoyulub. Növbəti 2026-cı ildə AD Universitetinə müraciət edən şagirdlər buraxılış imtahanında 11-ci sinif buraxılış imtahanının riyaziyyatdan minimum bal tələbi qoyulacaq. Riyaziyyat balına baxılıb ondan sonra götürüləcək və ümid edirik ki, bu səbəbdən AD Universitetinin balları yenə də real bir vəziyyətə qayıtacaq. 1200 bala qayıtacaq. Diqqətiniz üçün təşəkkür edirəm.